Salam, hörmətli izləyicilər. Bugün sizə toksik adamlar haqqında danışmaq istəyirəm. Toksik adamlar haqqında məlumat dünya mətbuatında, Rusiya mətbuatında hədsiz çox yayılıb. Amma Azərbaycan reallığında isə bu haqda o qədər də məlumat verilmir. Bunu nəzərə alaraq toksik adamlar haqqında bir çıxış hazırlamağa qərar aldım. Toksik adamlar kimdir? Toksik adamlar, yəni ki, zərərli adamlar, ziyan vuran adamlar, zəhərləyici adamlar. Toksik sözü Azərbaycan dilində zəhər deməkdir, zəhərləyici adamlar. Yəni ki, bunlar sizi zəhərləyirlər, zəhərləməklə məşğuldular. Belə adamlar sizin əhatənizdə özlərini sözdə dost kimi, yaxın adam kimi, ya qohumlar arasında da ola bilər belə adam, qonşular arasında da ola bilər, kolleqalar arasında da belə şəxslər ola bilər. Özlərini sizi istəyən kimi, sizə canı yanan kimi adamlar kimi qəlmə verə bilərlər. Bu vasitə ilə onlar sizin sayğılığınızı yayıtmağa, diqqətinizi yayıtmağa çalışırlar, sizi arxanını etməyə çalışırlar. Siz də səhvən belə adamları özünüzə dost hesab etməyə başlayarsınız. Əslində isə reallığa baxanda görürsünüz ki, bu adamlar sizə şəxsiyyət kimi yaraşmır. Şəxsiyyət kimi yanaşmır, sizə bir funksiya kimi yanaşır. Yəni ki, hansısa məqsədlər, sizdən hansısa məqsədləri üçün, öz istəklərini yerinə yetirmək üçün istifadə etməyə çalışırlar və bunu belə işlərdə onlar daim məşğul olduqlarına görə daim manipulyasiya edirlər, sizin fikirlərinizi yayındırmağa çalışırlar, sizə yanlış fikir yaratmağa çalışırlar və siz bu manipulyasiyaya uyaraq onların əsl məqsədlərini anlamaya bilərsiniz. Belə hallarda onlar sizdən məharətlə istifadə edirlər. Siz isə bu haldan olduğunu dəqiq anlaya bilmirsiniz. Toksik adamlar sizin hisslərinizə hörmətlə yanaşmırlar. Sizi başa düşməyə çalışmırlar. Yalandan özlərini göstərirlər. Yox, sizi dinləyirlər. Əslində onlar sizi dinləmirlər. Sizə hörmətsiz yanaşırlar və sizə dəyər vermirlər. Amma sözdə isə bunun tamamilə əksini edirlər və onların dediyi sözlərlə onların apardığı fəaliyyət bir-birindən əks qütbdə dayanırlar. Diqqətli adamlar buna imkan verir, bunu görürlər və vaxtında bu toksik adamlarla münasibəti kəsirlər. Toksik adamlar, yəni ki, zəhərli adamlar başqalarının həyatını zəhərləməklə məşğuldurlar. Onlar ancaq məqsədləri başqalarından istifadə etməkdir, başqalarına ziyan vurmaq, onlardan xeyir götürmək və əvəzində heç bir şey verməkdir və həm də bu məqsədlərini, bu əməllərini məharətlə pərdələməyə çalışaraq bunu dostluq kimi, yaxın adam kimi qələm verməyə çalışırlar və beləliklə də onlar öz məqsədlərə nail olmağa çalışırlar. Toksik adamlar haqqında kifayət qədər məlumatlar olmaq lazımdır və bu barədə məlumatlar almaq lazımdır. Düz Azərbaycan mətbuatında bu haqda elə də məlumat verilmir. Lakin rus dilli adamlar rus mətbuatında bu haqda ətraflı məlumat ala bilərlər. Bugünkü qısa çıxışımda bu haqda sizi məlumatlandırmaq istədim. Bəlkə bu sizin zəhərli, ziyanlı adamların toruna düşməyinizə kömək etmiş oldu. Bugünlük bu qədər. Sağ olun, gəlin görüşlərədək.